Kızlar, bugünlerin biz size maska eləyəcəyik. Nasıl? Ты когда ахрынчы dəfə Nankavit'i içmişsən? Не помню. Очень А? давно. Очень давно. Когда? 1000 lет назад, наверное. Нет. Сегодня тоже надо içmək. Bəlkə qatığı gətirəsən, qarışdırım, tez verir. Okey. Götür, gətir qarşı. Bir dənə qatıq, stakan принеси нам. Çünkü indi bu cürbəcür viruslar və dəhşətli bir şeylər yayıldığı üçün vaxtında vitaminimizi içək. Təbii ki, həm Nankavit'i, həm də Vitagudumuzu. Stakan принеси какой-нибудь. Мы с тобой hazırlayaq. Правильно? Ага. Сейчас. İndi biz qatığı əlavə eləyirik. Aşkım amasın. Tak, indi biz hazırlayırıq D vitamini necə içə bilərik ki, dadı bilinməsin. Damcı ilə ehtiyacı yoxdur. Nankavit yaxşıdır ki, içində K2 var, tez qaldırır D vitaminini və çox gözəl nəticə verir. Mən indi deyəcəm, bu bütün aptekdə mən görsədəndən yoxa çıxardıblar. Bunu bir yerdə qalıb. Onu da oradan ala bilərsiniz, sifariş də verə bilərsiniz. 10 həftə ərzində həftədə bir şişəsini qatığa, soka, freşə qatıb içə bilərsiniz. Nə balam, belə deyib, baxaq görək, dadı nətərdir, yeyə bilirsən? Yox, həmişə yeyirdir. Yeni görənlər üçün. Хорошо, ye hamısını axıra kimi. Həm idmana gedir, həm imtahanlarını super verib, maladец. Ümumiyyətcə, deməli, D vitamini 10 həftə. Və 10 həftə ərzində həftədə bir dəfə deməli biz Nankavit vitaminini içirik, K2 ilə olanı və hər gün gündəlik Vitagudu və Nankavit'i də həmçinin həm böyüklər, həm uşaqlar içməlidir. İçində vitamin A, B, bütün B qrupu var, C vitamini, D3, E vitamini, sink, L-karnitin, həm boy uşaqlarda, həm ümumiyyətcə uşaqlarda və böyüklərdə sümük ağrıları, yaddaşsızlıq, imtahana hazırlaşırsa, qəbul imtahanına hazırlığa gedirsə, ümumiyyətcə daha aktiv olmaq istəyirsə, yaddaşını uşaqlar və böyüklər bərpa etmək istəyirsə, balacalar, məsəl üçün çox gec danışan uşaqlar içməlidir, ondan sonra gec yeriyən uşaqlar içməlidir. Ümumiyyətcə tam sinir sistemini, aktivliyi, immun sistemini tam bərpa edir, mütləq şəkildə tövsiyə edirəm. Vitagud ümumiyyətcə bütün apteklərimizdə var. Çox gözəldir, mütləq əldə etməyə və ailəvi içib viruslardan qorunmağa tələsin. Kim apteka getmək istəmir, o zaman sizin üçün vizitka qoyacağım. Bax, bu vizitka nömrəyə zəng eləyin, aptek nömrəsidir, sizə göndərsinlər. Bir də tez-tez köp, şiş, qəbz haqqında suallar verirsiniz. Köp, şiş, qəbz, ümumiyyətcə mədə bağırsaq problemi olan işğal və yaxud nəsə Sinlon istifadə etsin. Sinlon superdir. İnanın, hətta şişkinlik, yəni xanımlar var, kilolu görsənir. Əslində kilolu deyilirsə də şiş köp çoxdur. Onlar mütləq şəkildə Sinlon içsin. Ən azı 2-4 ay arası mükəmməl təsir göstərir. Həm uşaqlar, həm böyüklər içə bilər. Bir də qurt dərmanı tez-tez soruşursunuz. Bütün apteklərdə var bu arada. Nankavit yəni tapılır ancaq burada, çünki bitib. Amma Megaller, Vitagud, Sinlondur. Hamısı bütün apteklərdə var. Bu qurt üçün siropdur. Hər yaşda istifadə edə bilərsiniz. Tam təbii tərkibdir. Dərman sayılmır. Möhtəşəmdir. Raula da verirəm mən. İndi isə maska eləyəcəyik. Ev şəraitində gözünüz səhvədə olsun. Qızlar, mənə lazım olacaq quru süt, bir çay qaşığı yenə. Quru süt bütün marketlərdə var, necə əldə etməyə çalışın. Ondan sonra mannaya krupa, mannaya krupa. Yəni, internetdə də yazıb baxa bilərsiniz, əgər bilmirsinizsə nədir. Bir çay qaşığı. Ondan sonra bizə lazım olacaq Türk kofesi, bir çay qaşığı. Türk kofesi. Bütün qara nöqtələrə əlvida deyə bilərsiniz. Ümumiyyətcə, üzü məsamələri yığır, çapır-çopurlu üzlər üçün möhtəşəmdir. Bir də bir çay qaşığı bal istifadə edirik. Bunu yaxşı-yaxşı qarışdırırıq. Tamamilə qarışmalıdır. Lazım olsa əlavə biraz da bal qatarsınız ki, tam qarışsın. Ondan sonra vururuq üzümüzə.
Qızlar, maskanı çalışın əlinizlə vurun. Çox gözəl maskadır. Ümumiyyətlə üzünüzə baxırsınızsa, qeyd etdiyim kimi daxildən də baxmağı unutmayın. Çünki hər hansı bir problem mütləq daxildən gəlir. Bu ləkələr də ola bilər, hər şeydə. Ona görə göstərdiyim vitaminlər, Vitaglutdur, ondan sonra non-coviddir. Bunlar mütləq içilməlidir ki, biz daxildən də sağlam olaq. Daxildən sağlam olmayanda nə qədər eləsək də, yenə də bizdə hər hansı problem olur. Maskanı həftədə bir dəfə eləyə bilərsiniz. 15 dəqiqə saxlayandan sonra ilıq su ilə yuyun. Sonra da köpüyünüz varsa köpüyünüzlə də yuya bilərsiniz. Çox gözəl effekt görəcəksiniz. Elə dərhal yuyan kimi nəticə görəcəksiniz. Yuyandan sonra da ki, istədiyiniz, istifadə etdiyiniz kremi istifadə edin. Mən isə özüm istifadə etdiklərimi istəyirsiniz bir yerdə yuyaq, bir yerdə də baxaq. Görək necə təsir edir və necə bir nəticə əldə edir. Yavaş-yavaş belə yoruq əlimizlə. Əllə yuyanda masaj hərəkətləri olur. Maska ümumiyyətlə çox daha güclü təsir verir. Həm yuyanda, həm maskanı vuranda. Belə yavaş-yavaş üzümüzdən yuyacaq və görəcək qızartı özdə. Bu normaldır. Bu o deməkdir ki, effekt verir. Əgər kim hədsiz allergikdirsə, o zaman Unides siropunu içə bilər. Unides sirop sırf allergik insanlar üçündür. Maska eləyəndə, yəni aşırı qızarıb ya qorxursunuzsa, allergiya olarsınız. Baldan və yaxud nəyəsə olur. O zaman yenə də eləyə bilərsiniz maskanı, amma əlavə olaraq sirop için ki, çox gözəl bir maskadır. Eləyən kimi nəticəsini görəcəksiniz. Qızlar, artıq bir ildən çoxdur ki, Grand Megastore, Grand Market Bravolardan bax, belə bir köpük alıram. Həm ucuzdur, münasib qiymətli, həm də çox xoşuma gəlir. Ümumiyyətlə, mən özümü çox xoşlayıram köpüklə yumağı. Yəni, antikuperoz yazılıb, məndə kuperozlu deyil, amma bu antikuperozlu ümumiyyətlə həssas üzlər üçün olduğu üçün mən sevirəm. Yəni, önəmli deyil. Gözəl yuyaq yenə də. Ondan sonra kremimizi vuracaq bir yerdə. Qızlar, indi isə krem vuracam. Xronoloq, Sibirski Zdarovyadan olan. Çox bəyənirəm. Bunların əsaslı bu sonuncu çıxan kremdən, hansı ki, kolageni stimullaşdırır. Yəni, biz həm kosmetoloqa vaxtında arada bir müraciət edirik, imkan olana, həm kremlərimizi vaxtında istifadə edirik, həm vitaminlərimizi içirik. Arada bir də ev şəraitdə maskalarımızı edirik ki, həmişə gənc, təravətli və baxımlı qalaq. Yəni, masaj hərəkətlərinin bütün üzə, göz altı, göz qapaqlarına kimi bunu istifadə edə bilərsiniz. Və boyun dekolte üçün ayrıca. Biraz da boyun dekolte. Boyun dekolte, indi mən burada görsədən bilmirəm, tam boyun dekolte bax bu hissələrə tamamilə istifadə edirsiniz ki, bax buralara da ki, üzün avalı, yəni